Bu videonu çəkmək üçün Qəbələdən 240 km uzağa Füzuliyə qədər gəlib çıxdıq. Qəbələdən Füzulinin girişinə qədər təqribən 4 saat. Deməli nətər oldu? İzləyici yazıb ki, gəlin Füzuliyə çolpa dolması yeyin, dünya üzərində sadəcə Füzulidədir. Qəbələdən çıxıb çatırıq Ağdaşa. Ağdaşın Kuruqu, Ləki, Ucar gəlib Qəzyan kəndinə çatanda yadıma düşür ki, əvvəlki videoda izləyici yazmış ki, salam qaqa, Ucara gəl Qəzyan narı ye. Bığır narına dönməməsi üçün buradan alıb yemək istəmişdik, yol qırağı da ala biləcəyimiz yer olmadı. Nəysə, çox şükür ağacda varsa da görmək qismət oldu. Ucarla da Zərdabın arasında belə qeyri-qanuni tikililər var. Zərdaba çatanda yadımıza düşür ki, gələn ay Bakıda çox mötəbər COP29 tədbiri var. Kür çayını da görüb gəlib çatırıq Ağcabədi rayonuna. Burada da vaxt itirmədən keçirik Beyləqan rayonuna. Beyləqanla Füzulinin arasında belə böyük səliqəli üzüm bağlarını görüb dayanırıq. Gördüyünüz üzümlər həmin bağlarda yetişdirilir. Təbrizi sortudur. Təbrizi isə ölkəmizin ən yüksək keyfiyyətli süfrə üzüm sortlarından biridir. Bağdan da çıxıb yolumuza davam edirik, gəlib çatırıq Füzuli rayonunun girişinə. Füzuliyə qədər gəlib bu kadrı da çəkəndən sonra öyrənmiş oluruq ki, çolpa dolması ancaq Füzulinin Böyük Bəhmənli kəndində bişirilir və restoranlarda tapa biləcəyimiz bir yemək deyil. Böyük Bəhmənlidə də tanıdığımız heç kim olmadığına görə məyus olmadan geri qayıdırıq Beyləqana. Başqa bir izləyicimiz də 1 milyon baxış istəsəniz gedin Beyləqana, Beyləqan quzusunun kababını yeyin yazmışdı. Buranın adı da Zəfərandır, gəlib çatırıq bura. Qardaşlara vəziyyəti izah edirik, sağ olsunlar, lazımi köməklikləri göstərirlər. Biz bura gəlib çatanda manqalın üstündə sifarişlər var idi, istədim onları da sizə çəkim göstərim. Burada ustalar deyir ki, Wagyu steak zat boş şeydir. 2 şiş də özümə kabab sifariş verirəm. Burada da usta mənə quzunun həyat hekayəsini danışırdı. Yolda 5 dənə yarım tilli slavyanka almışdım. Ustadan çox qurutmamasını xahiş edirəm, sağ olsun o da nəzərə alır. Ümumiyyətlə bu tip yerlərdə tapdığınız dadı, ləzzəti başqa heç harda tapa bilməzsiniz. Beyləqan quzusunun şirin əti olur. Buyurun gəlin Beyləqan quzusun yeməyə. Həqiqətən də Beyləqanın quzusu tam fərqliymiş. Əti həm çox yumşaq pambıq kimi, həm də çox ləzzətli idi. Əlbəttə ki, burada bişirmək qədər coğrafi və bioloji amillər də rol oynayır. Yəqin ki, videodan da ətin nə qədər yumşaq olduğu bəlli olur. Videonu da burada bitiririk. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.